Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda birbirinden dadlı 4 salat reseptini sizinle paylaşıram. İster adi günlərdə, bayram günlərdə hazırlaya biləcəyiniz çox ləzzətli salat reseptləridir. İndi keçək hazırlanma qaydasına. Salata hazırlamaq üçün ərzaqları əvvəlcədən bişirmişəm, qalıb soyuyub. 300 qram toyuq sinə ətini duzlu suda bişirmişəm. Soğuyandan sonra videoda göstərdiyim kimi kəsib sonra kub şəklində doğrayıram. Hamısını doğrayandan sonra dərin bir boş qaba əlavə eləyirəm. Salat üçün 2 ədəd xiyar turşusu götürmüşəm. Xiyar turşusunu da əvvəlcə uzun sov şəkildə kəsirəm. Sonra onu da kub şəklində doğrayıram. Salatı istər mayonezlə, istər xama ilə hazırlamaq olar. Mən mayonezlə hazırladım. Doğradığım xiyar turşusunu da toyuq ətin üstünə əlavə eləyirəm. 2-3 xörək qaşığı mayonez əlavə eləyirəm. Yaxşı qarışdırıram. Qarışdırandan sonra salatı hazırlayacağım qabın içərisinə əlavə eləyirəm. Qabın içinə yayıram. Salat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Salata həm soğan, həm də sarımsaq əlavə eləyəcəm. Amma soğanı sevməyənlər soğanı əlavə eləməyə də bilər. Yarı soğanı istər ağ, istər qırmızı olsun, fərqi yoxdur. Aypara şəklində doğrayandan sonra bir qaba yığıram. Üzərinə az duz, bir xörək qaşığı qədər limon suyu əlavə eləyirəm. Üstünə çıxana qədər də qaynar su əlavə eləyirəm. Qoyuram bir kənara. Soğanların həm acısı çıxır, həm də qalır biraz yumşalır. Yeyərkən ağızda xırçıldamır. Bu arada salat üçün 2 ədəd bişirdiyim kartofu da sürtkəcin iri gözündən keçirdirəm. Sürtkəcdən keçirdəndən sonra onu da hazırladığım toyuq ətinin üstündən əlavə eləyirəm. Qabın içinə yayıram. İstər çəngəllə, istər qaşıqla çox rahat bir şəkildə yaymaq olur. Zövqə görə duz, qara istiyot səpirəm. 2-3 xörək qaşığı mayonez əlavə eləyib kartofun üstünə hər yerinə yayıram. Salatı hazırlayarkən mən mayonezdən istifadə elədim, amma İstəyə görə bu salatı xama ilə də hazırlamaq olar. Kartofun üstündən də suyunu sıxdığım soğanlar artıq marinad olub, suyunu sıxıb bir kənara atmışam. Kartofun üstündən də yumuşalmış soğanlardan yayıram. Bir ədəd yer kökünü də suda bişirmişəm, qalıb soyuyub. Onu da sürtkəcin iri gözündən keçirdəndən sonra soğanın üstündən salata əlavə eləyib hər yerinə yayıram. Zövqə görə duz, qara istiyot səpirəm. Onun da üzərinə 2-3 xörək qaşığı mayonez əlavə edib hər yerinə yayıram. Mayonezi də yayandan sonra bir ədəd orta boy çuğunduru da bişirmişəm, qalıb soyuyub. Onu da sürtkəcin iri gözündən keçirdirəm. Çuğunduru sürtkəcdən keçirdəndən sonra dərin bir boş qaba əlavə eləyirəm. Sonda salatın üzərini bəzəmək üçün çuğundurdan bir xörək qaşığı ayırıb qoyuram kənara. Üzərinə bir diş sarımsağı, sarımsaq əzənlə əzmişəm, onu da çuğundurun üstünə əlavə eləyirəm. Sarımsaq sevməyənlər salata sarımsaq əlavə etməyə də bilər. Amma sarımsaqla çox dadlı olur. Zövqə görə duz, qara istiyot səpib, 2-3 yemək qaşığı mayonez əlavə edib yaxşı qarışdırıram. Çuğundurlu qarışımı da salatın üzərinə əlavə edib salatın üstünə hər yerinə gələcək şəkildə yayıram. Salatı bu şəkildə hazırlayandan sonra öz zövqünüzə görə üstünü bəzəyə bilərsiniz. Salat hazır olandan sonra üzərinə ayırmış olduğum çuğundurdan düzürəm. Arada boş qalan hissələrə isə küncüt səpirəm. İstəyə görə küncütü qoz ləpəsi ilə də əvəz eləmək olar. Daha gözəl görünməsi üçün salatın kənarlarını
keşnişin yarpaqları ilə bəzəyirəm. Salatı bu şəkildə hazırlayandan sonra 1 saatlığa soyuducuya yerləşdirirəm. 1 saatdan sonra artıq süfrəyə vermək olar. Çox dadlı, ləzzətli bir salat alınır. İstər adi günlərdə, özəl günlərdə hazırlayıb süfrələrinizi bəzəyə biləcəyiniz bir salat reseptidir. Salat 5 nəfərlikdir, amma ərzaqların ölçülərini artıraraq daha böyük bir ailə üçün hazırlaya bilərsiniz. Görünüşü də gözəldir, dadıcı çox ləzzətli olur. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Salatı hazırlamaq üçün ərzaqları axşamdan bişirmişəm, qalıb tam soyuyub. 300 qram toyuq sinə ətini duzlu suda bişirmişəm. Salat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Salatı mən 5 nəfərlik hazırladım, amma ölçüləri artıraraq daha çox hazırlaya bilərsiniz. Duzlu suda bişirdiyim toyuq sinə ətini kub şəklində doğrayıram. 2 ədəd kartofu da kub şəklində doğrayıb salatı hazırlayacağım qaba əlavə eləyirəm. Salat üçün 1 ədəd iri yer kökü bişirmişəm. Onu da əvvəlcə uzun sov şəklində kəsəndən sonra kub şəklində doğrayıram. Bişirdiyim ərzaqların hamısını kub şəklində doğrayıb qaba əlavə eləyirəm. Xiyar turşusu götürmüşəm 3 ədəd. İstəyə görə xiyar turşusunu daha çox əlavə eləmək olar. 3 ədəd də xiyar turşusu götürmüşəm. Onu da əvvəlcə uzun sov şəkildə kəsib, sonra kub şəklində doğrayandan sonra salat qabına əlavə eləyirəm. 3 ədəd yumurtanı da bişirmişəm. Yumurtanı salatı hazırlayacağım günü bişirirəm. Yumurtaları da eyni şəkildə kub şəklində doğrayıb qaba əlavə eləyirəm. Salata 200 ml stəkanla 1 stəkan da qarğıdalı konservası əlavə eləyəndən sonra zövqə görə duz, qara istiot səpirəm. Salatı mən mayonezdən hazırlayıram, amma istəyən elə xama ilə də hazırlaya bilər. 5-6 xörək qaşığı da mayonezi əlavə eləyəndən sonra yaxşı qarışdırıram. Qarışdırıb 1 saatlığa soyuducuya qoyuram. Tərəvəzlərin dadı çıxır bir-birinə, sonra artıq servis eləmək olar. Dadlı, ləzzətli bir qarğıdalı salatı alındı. Salatı süfrəyə verəndə üstünü öz istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən salatı sadəcə qarğıdalı ilə bəzəyirəm. Görünüşü də çox gözəldir, dadı da çox ləzzətlidir. Bayram günlərində, özəl günlərdə hazırlaya biləcəyiniz asan bir salat reseptidir. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Salatı hazırlamaq üçün əvvəlcə 2 ədəd yer kökü götürmüşəm. Qabığını soyandan sonra belə bir alətlə uzun sov şəkildə doğrayıram. 1 ədəd orta boy soğanı əvvəlcə 2 hissəyə bölürəm. Kəsdiyim hissəni də 2 yerə ayırandan sonra onları da bıçaqla incə-incə doğrayıram. Yer kökü ilə soğanı doğrayandan sonra yağda biraz qovururam. Tavaya bitki yağı əlavə eləmişəm. Doğradığım soğanları tavaya əlavə eləyib qarışdırıram. Soğanların rəngi dəyişib, qızılı rəngə dönənə qədər yağda biraz qovururam. Soğanlar qovrulandan sonra süzgəcdən keçirdiyim yer kökünü tavaya əlavə eləyirəm. Soğanla bir yerdə 1-2 dəqiqə qarışdırıb qovururam. Duz əlavə eləyirəm, qarışdırıram. Çox da bişirmirəm. Biraz yumuşalandan sonra qazı söndürüb ocaqdan götürüb qoyuram, qalır, tam soğuyur. Salat üçün 2 ədəd kartofu axşamdan bişirmişəm, qalıb tam soyuyub. Soyumuş kartofu belə gördüyünüz kimi süzgəcin iri gözündən keçirdirəm. Kartofun ikisini də süzgəcdən keçirdəndən sonra salatı hazırlayacağım qaba boşaldıram.
Duzlu suda bişirdiyim 300 qram toyuq sinə ətini əlimlə didmişəm, onu da kartofun üstünə əlavə eləyirəm. Yağda qovurduğum soğanla kök qarışımını da ərzaqların üzərinə əlavə eləyirəm. Salat üçün bir ədəd iri xiyar turşusu götürmüşəm. Xiyar turşusunu əvvəlcə videoda göstərdiyim kimi uzunsov şəkildə kəsirəm. Kəsdiyim hissələri nazik şəkildə hamısını doğrayıram. Xiyar turşusunu da doğrayandan sonra onu da salatı hazırlayacağım qaba əlavə eləyirəm. Götürdüyüm 50 qram qoz ləpəsini də yeyərkən ağızda hiss olunsun deyə bıçaqla biraz iri şəkildə doğrayıram. Qoz ləpəsini də bıçaqla doğrayandan sonra onun da çox hissəsini qaba əlavə eləyirəm. Az hissəsini saxlayıram. Sonda salatın üzərini bəzəmək üçün. Doğramış olduğum 3-4 qanat şüyüd, keşniş, 2 qanat da yaşıl soğanı, onu da incə-incə doğrayandan sonra salat qabına əlavə eləyirəm. Bir diş sarımsağı süzgəcdən keçirdib ərzaqların üzərinə əlavə eləyirəm. Zövqə görə duz, qara istiyot əlavə eləyirəm. Ərzaqları yaxşı-yaxşı qarışdırıram. Bu şəkildə hazırlayıb soyuducuya yerləşdirirəm. Zövqə görə mayonez ya da xama əlavə eləyib qarışdırıb süfrəyə verə bilərsiniz. Mən gözlətmirəm, elə üzərinə mayonez əlavə eləyirəm, 200 ml. Mayonezi 2 hissə əlavə eləyirəm, qarışdırıram. Zövqə görə mayonezi xama ilə də qatmaq olar, daha çox ya da daha az əlavə eləmək olar. Mən mayonezi çox əlavə eləmirəm, elə 200 ml əlavə eləyib qarışdırıram. Qarışdırandan sonra servis edəcəyim qaba yığıram. Heç şəkil vermirəm, elə sadə bu şəkildə hamısını qaba yığıb üzərini təmizlədiyim nar danələri ilə bir də doğradığım qoz ləpəsi ilə bəzəyirəm. Belə gördüyünüz kimi fərqli, çox dadlı, doyumlu bir salat alınır. Siz də hazırlayın, istər adi günlərdə, bayram günlərində hazırlayıb süfrələrinizi bəzəyə bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Salatı, toyuq sinə əti, yumurta, kartof, yer kökü, Holland pendiri, bir də xiyar turşusu ilə hazırlayıram. Salat üçün ərzaqları əvvəlcədən bişirmişəm, qalıb tam soğuyub. Əvvəlcə duzlu suda bişirdiyim toyuq sinə ətini 2 yerə bölüb, xırda hissələrə ayırıb, sonra əlimlə didirəm. İstəyə görə toyuq ətini dana əti ilə də əvəz eləmək olar. Bu salatı da yenə eyni qaydada sütgəcin iri gözündən keçirdirəm. Bişirdiyim kartofu, yer kökünü, yumurtanı, hamısını videoda göstərdiyim kimi sütgəcin iri gözündən keçirib boşqablara yığıram. Xiyar turşusunu da rəndələyib yenə bir qaba yığıram. Ərzaqları hazırlayandan sonra keçirəm salatı hazırlamağa. Ərzaq qabına toyuq ətin əlavə eləyirəm. Üzərinə rəndələnmiş yer kökün, kartofun, yumurtanı əlavə eləyirəm. Yumurtanın hamısını əlavə eləmirəm, az hissəsini saxlayıram. Salatın kənarlarını bəzəmək üçün. Zövqə görə duz səpirəm, qara istiyot. Hazırladığım mayonezli qarışımdan 5-6 dolu xörək qaşığı qaba əlavə eləyib, əvvəlcə bunları biraz qarışdırıram. Dadına baxıram, duzu çox olmasın. Sonra rəndələnmiş xiyar turşusunu əlavə eləyirəm. Ərzaqların hamısını yaxşı-yaxşı qarışdırıram. Daha da fərqli olması üçün salata istənilən əlavələri eləmək olar. İstəyə görə yaşıl noxud, qarğıdalı konservası da əlavə eləyə bilərsiniz. Mən elə belə sadə hazırladım. Salatlar üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Bu salatı da çəmbərin içində yığıram. Hazırladığım salatın hamısını çəmbərin içinə töküb
qaşıqla biraz üstündən sıxıram ki, biraz bərk olsun. Üstün hamarlayıram. Sonda üzərinə mayonezli qarışımdan əlavə edirəm. Bu qaydada hazırlayandan sonra onu da çox rahatlıqla çəmbərdən çıxardıram. Süzgəcin xırda gözündən keçirdiyim Holland pendirini əlavə edirəm. Salatın üstünə hər yerinə yayıram. Rəndələnmiş yumurta ilə salatın yanlarını bəzəyirəm. Sadə bir salat hazırladım. Görünüşü də gözəldir, dadı da çox ləzzətli olur. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. İzlədikdən sonra bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.